23-cü sualla davam edək. Hansı maddələrin suda doymuş məhlulu qatıdır? Demək, bax, maqnezium hidroksidinə kalsium sulfat durudur. Yerdə qalanlarda nə olacaq? Qatı 2, 3 cavab B bəndi. Hansı maddələrin doymuş məhlulu durudur? Demək, kalsium sulfat 3. Bizdə neçə? 2. 2, 3 cavab C bəndi. Yaxşı, növbəti suala baxaq. A qram maddəni B qram suda həll etdikdə alınan doymuş məhlulda maddənin həll olma əmsalını hesablayın. Yaxşı, hesablayaq bir dəqiqə. A qram maddəni B qram suda həll edirlər. A qram maddəni B qram suda həll edirlər. Həll olma əmsalını bizdən soruşur. Yəni 1000A bölünsün B. Cavab A bəndi. Qızdırıldıqda ilk anda onlardan ayrılan X və Y maddələrini müəyyən edin. Uşaqlar, baxın, hidrogen xlorid qaz halındadır. Hidrogen xlorid qaz halında olduğuna görə ondan nə ayrılacaqdır? Və hidrogen xloridin özü ayrılacaqdır. Amma sulfat turşusu məhluluna sulfat turşusu özü qalacaqdır, su ayrılacaqdır. Çünki niyə? Bu qaz halındadır, ona görə hidrogen xlorid ayrıldı. Cavab C bəndi. Yaxşı, növbəti suala baxaq. 27-ci sualda nə deyir? Yaxşı, 60 dərəcədə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddənin kütlələrinin artma sırasını göstərin. Baxaq. Uşaqlar, baxacağıq ki, KH-a ən yaxın olanlardan artması kütləsi daha çoxdur. KH-a yaxın olanın kütləsi daha çoxdur. Yaxşı, birinci hansıdır? Ən aşağı olan. Ən aşağı olan baxırıq, natrium xloriddir. Sonra hansıdır? Mis sulfat. Sonra hansıdır? Ammonium xlorid. Cavab D bəndi. 28-ci suala baxırıq. Yaxşı, 28-də 250 qram 20% duz məhluludur. 10 qram həmin duzdan əlavə eləyiblər. Yaxşı, baxaq. 250 qramın 20%-ni tapaq. Neçə elədir? 50 qram. Demək, bu 50 qramı duzdur. 250-dən 50-sini çıxacaq. Neçə qaldı? 200 qramı da sudur. Yazdıq suyu. Bizə deyir ki, 10 qram həmin duzdan əlavə etdikdə. KH-ı yazaq. Bax, 50 qramı da əvvəlcə 10 qram da əlavə elədilər. Nə qədər elədi? 60 qram. Nə? Duz. 60 bölünsün 200 su vurulsun 1000-ə. Nə qədər eləyəcək? 300. Cavab A bəndi. 29-cu suala baxaq. 250 qram 20%-li duz məhlulunu doymuş hala gətirmək üçün 70 qram duz əlavə edilmişdir. Duzun həll olma əmsalını tapaq. Yaxşı, ilk əvvəl 250-nin 20%-ni tapırıq. Neçə elədi? 50 qram. 50 qram duzdursa 200 qram da sudur. İndi bizə deyir ki, 70 qram da duz əlavə edilib. Neçə qram eləyib? 120 qram. KH-ı tapaq. 120 qram duz bölünsün 200 qram su vurulsun neçəyə? 1000-ə. 600 qram. Cavab D bəndi. Növbəti suala baxaq. 400 qram 20%-li duz məhlulunu doymuş hala gətirmək üçün məhluldakı suyun yarısı buxarlandırılır. Birinci nə edirik yenə? 400-ün 20%-ni tapaq. 400-ün 20%-ni tapsaq, nə qədər eləyir? 80 qram duz. Neçə qram da su? 320 qram da su. 400-dən 80-ni çıxırıq. Deyir ki, suyun yarısı buxarlandırılır.
Suyun yarısı buxarlandıranda nə qədər qalır? 160 qram su qalır. Nə qədər də duzudur? 80 bölünsün 160 vurulsun 1000-ə. Cavab 500. Bəndə 31-ci suala baxırıq. 800 qram 20%-li duz məhlulunu, yenə eyni qaydada 800-ün 20%-ni tapırıq, bölürük. Bağışlayın 100-ə. Nə qədər elədi? 160 qram duz. Neçə qramda? 640 qramda su elədi. Deyir, suyun yarısı buxarlandırılıb. Yarısı buxarlandırılıbsa 640 bölürük 2. Nə qədər elədi? 320 qram. 320 qram suyumuz elədi. İndi KH hesablayaq. 160 bölünsün 320 vurulsun 1000-ə. Cavab 500. B-bəndə. Növbəti suala baxaq. Qrafikə əsasən A maddəsinin həll olma əmsalını hesablayaq. Baxaq. Məhlulumuz nə qədərdir uşaqlar? 200 qram. 200 qram məhluldursa, nə qədər də həll olan maddədir? M qramı. Baxaq. M məhlulumuz 200 qram. M həll olan maddəmiz M qram. Bizdən KH-ı soruşur. Sual qoyduq. Uşaqlar, bilirik ki, M həll olan maddə ilə M suyun cəmi bizə M məhlulu verir. İndi bizim məhlulumuz 200 qramdırsa, bu 200 qramdırsa məhlulumuz, M qram həll olan maddədirsə, nə qədər də suyumuş bilmirik. Demək, M suyu tapanda 200 qram məhluldan çıxırıq həll olan maddənin kütləsini ki, bilək nə qədər suyumuz var. KH-ın düsturunu yazırıq. M həll olan maddə. Yəni, nə qədərdir M həll olan maddəmiz? Birbaşa belə yazaq. M su vurulsun 1000-ə. M həll olan maddəmizi M veribdir burada. Baxın, M veribdir. İndi suyu tapanda nə edirdik? Məhluldan çıxırdıq həll olan maddənin kütləsini. Vururduq neçəyə? 1000-ə. 1000 M bölünsün 200 çıxaq M. Cavab A bəndi. 33-cü suala baxaq. Eyni ilə bu da. M bölünsün 300 çıxaq M vurulsun 1000-ə. Cavab Y bəndi. Nə doğrudur? Həll olma əmsalı temperaturdan asılılığıdır. Uşaqlar, həll olma əmsalı temperaturdan düz mütənasibdirsə, X-imiz bərk haldadır. Y-imiz tərs mütənasibdirsə, qaz halındadır. Y maddəsi NO3 ola bilər, kalium nitrat ola bilər. Xeyr, ola bilməz. X maddəsi oksigen ola bilər, ola bilməz. Y maddəsi azot ola bilər, olar. Yalnız 3.